Tatarlar azatlık talep eteler. 400 yıllık Rus hakimiyetinin bütünlükler. Ana söylerge bilmirler çünkü anın Rus Demokratik Hareketi Tatarstan Respublikasının süverenliğini tanırga tilemi. Anın Tatar Rus dostluğu turundaki sözlerin bir kimde tınlarga tilemi. Kazan 11 iyun. Tatarstanda birinci prezident sayılarına bir gün kalganda. Tatarstan yerinde benim ebilerim babalarım şurada Tatarstan yerinde öttenler. Uyan Tatar, yanı tekstli bırıngıcır, telini, medeniyetini kutkarırga çakru. İdil boyundaki Türkiye halk için cemaatçilik aldığında dulkunlanığın kürsətü, cırda tilge alıngan izgi davanı yaklav, günü gelmegen körünüş. Bu, üzgertip kırı hem haberdarlık arkasındagına mümkün buldu. İllik Tatarça nərslər tıyılgan milli avazlar izolatsiyalangan idi. Moskva'nın hazır tıyılgan Kompartiya bölündəki ideologları etnik konfliktini buldurmak için vasıtaçı funksiyasının ütyalılarını aşanalar. У нас главная сложность заключается в том, чтобы найти консенсус между татарами и русскими. Вот это проблема. И здесь лежит исторический груз и определенные стереотипы, поскольку ясно, что русские привыкли к великой державе, единой, неделимой и цельной, а татары всю жизнь стремились к свободе и часто и независимости, которую они понимают эту свободу как независимость. Вот и здесь бывает, что иногда мнения оказываются противоположные. Вот чтобы их согласовать, чтобы законы отвечали интересам основных групп и русских, и татар, вот в этом сложность. Вся, так сказать, драма нашей жизни заключается именно в этом. Halkның taralыşı, yeşil töz negizdə avul jirlərində yaşayıcı Tatarlar, Saray, İdil həm Kama boyundakı şəhərlərdə yaşayıcı Ruslar üçün. Kengəş sırab gelişlər şunu bilirgətlilər. Moskva'dan kürsətmək itərgəmi, əllə inisiyativa kürsətirgəmi. Prezident Kengəşçisinin bilməsində Lenin tügül Hegel. Kompartiya ideologu barlıq Türkiyalıqlarının Suveren Sovet Respublikasında birləşülərin körgətləgən, demokratik hem milli komünizmini yaklagan Stalin kurbanı Sultan Galiyev isteliginin Tatarstan başkalasında unutulmağına erişti. Köpçilikni Ruslar təşkil etken Kazanda iki tillik talebi de yana hem günü gelmegen bir görünüş. Başkalada içtimai turmuşda Rusça üstünlük ide. Köpler anda tutalışlarının Tatarca isimlerinin uluğunda bilmiler idi. Marif Ministri məsələni bilgən xizmətkarlarla tanışdırıla. Şayartıb, alar alternatif hükümet bula bilədi bəydilə. Alternatif hükümet. Birazdan bize bizim mağarif sistemisi boyunca bizim gençleşi bazı evirlerimiz var ya efendim. Siyasetçi yuvatılar bilen kanal bulur gətləni. Üzünün tiləkləri turunda siləşir gətli. Tatarstanda kiləcəkdə bir uqsanda Urus hem Tatar məktəbləri bulur gətiyir. Minister için bu xiyal bulub tura. Lakin üz vaxtında yaş revolüsyoner Lenin okugan Kazan Universitetində iki tildəki leksiyalar kübrək bulacaq digən vadə birə. Kanikul səbəbli biz Tatarçanı bu Kazan gimnazyumda geometri imtihanı vaxtındagını eşitdik. Tatarça okuturga hazır turgan okutucular jitmegəndə politik niyyət bildirlərinin birində faydası yox deyib bizgə anlarga birdiler. Ruslar ise regiondan çitdə birində faydası yox deyib şuşa egzotik tilini huvumən kiri qağalar. Bu turularını kesken noktalarını iki noktalar deyip alamaz. Kübrək Tatar okutucuları yetiştirmək üçün maddi mümkünliklər hem okutucular jitmi.
Andan başqa tatarlar üzləri yaxşıraq cihazlandırılған Rus məktəblərinə kirərgə tırışacaqlar deyə bildirirlər. Kazan bir vaxtlarını Padşah imperiyasının gəvhəri, Künçüqışqa açılған tərəzəsi, Rus ilbasarlarının Aziyaga açılған qapqası bulğan. Bir vaxtlarını gubernator sarayı bulğan binada iyun ayında sayılanğan Tatarstanın prezidenti urnaşqan. Anın tüp maksadı Avtonomiya Respublikanın tulu suverenliği Rusiyadan ayrılıb çıxığı üçün Məskəvdə Yeltsin bilən süleşlər alıb baru. Но мы не можем дальше соглашаться с тем, что очередной раз такая республика, как наша, останется ранжированным. Опять деление республик на первосортные и второсортные. Мы этим не можем согласиться. Почему? Потому что по уровню своего всестороннего потенциала Республика Татарстан должна стать полноправным учредителем Союза. Kazan ələgə tınış kimi görünə. Lakin Tatarlar Rusiya prezidenti Yeltsin federasiyanın üzərində tınışlıqını bozucuğa qarşı keç kullana bilədi burçulalar. İqtisadi blokada qoyulacaq, hatta askeri keç kullanılacaq deyib qorxular. Tataristan Kuveytə qaraganda da kübrək nefti çıxarğan deyib hesablana. Avtonomiya Respublikanın hesablavlarına qaraganda əligəcə 300 milyar dolarlıq nefti tapşırılğan. Regionga bundan fayda kilməgən. Məskəv, andağı harbi industriyadan da, Şulayuk Sayuzdağı in iri yük maşınları zavodundan da vaz keçə almı. Formal yaktan industriyanın 80% üzəq dövlət, 18% Rusiya Federasiyası, həmtik 2%-ına Tataristan Avtonomiya Respublikası kulunda. Çistokdağı saat zavodunda Gorbaçovun husiləşdirə konsepsiyası tulsunca əməlgə qoyula. Zavod həm andağı maşinalar, profilaktik satıb alınğan həm akça Məskəvdəki Dövlət Bankasına cibərəlgən. İndi Soyuz bilən Federasiya pay məsələsində üzləri talaşsınlar deyib eytələr. Hər bir işçinin bir sımında aksioner, çünki eksport zakazları üstəmə tabış vadə idi. Zavod direktoru Respublikanın suverenlik kontrolu bilən kilişə Məskəvnin ekonomik politikasını tanqidli. Поэтому это было не только обидно, но и просто больно за то, что наш народ, который здесь проживает, я имею в виду всех, и татар, и русских, и мордвой, и чувашев, не имели того коэффициента, что ли, из центра положительного, который у нас имеет Прибалты. Я считаю, что когда мы перешли на суверенитет, а в первую очередь должен быть экономический суверенитет, мы будем хозяевами этой земли, на которой живем. Dövlət qaramağındağı başqa kəsibxanələr bu məsələdə ul haddi dərdli tügüllər. Alarını modernlaşdırğa kirək. Politik həm ekonomik gələcəkinin bilgili bulmağı səbəbli investisiyadan tutulub qalına. Küpkünə işləb çıxar ürünləri, məsələn Şuşa ayak giyimi zavodu, müzeylik. Ultik Sırda tavar ciddiçiliği səbəbli günəşi. Bunda da material həm maşınlar cidmi. Hər nəsə deyərlik qul bilən işlənə. Məskəvdən yumşaq dirikilməgəndikdən sıfatı yuqarı tügel, hatta enə də yox. Politik konfliktlarda programlanğan. Я думаю, что, учитывая те традиции, которые есть у татар, национальные традиции, татары никогда вообще не стремились через кровь, через силу решать эти вопросы, учитывая особый характер татар, я думаю, что мы избежим этой крови. Хотя определенной конфронтации с Россией, я думаю, неизбежна. Yaxşı həmdustlar çəyişəb bulun Kazandaqa küpkünə qatlaş nikahlar kürsətə. İlən üçər ikinci par çıxışları bilən tatar həm uruz. Sovetlar Birliğinin başqa birginə, başqalasında da şundu küp qatlaş nikah yox. За 241, против нет, воздержался депутат Бахтеев, 62 округ. Принимаете декларацию.
Başka respublikalar bunu bir de alkışlamadılar. Küresin allar, üzerindeki автономияларының Татарстаннан örnek alılarından korkarlar. Суверенитет, я считаю, политический, экономический полностью суверенитет у нас быть не может, потому что у нас все экономика интегрирована. Вот говорят, у Татарии много нефти, но у Татарии нет нефтепереработки, и она не может ничего, собственно говоря, продать в натуре, потому что натурально нет средств доставки этой нефти. То есть мы очень связаны. Поэтому из России нам никак уходить нельзя. Я считаю, что здесь вот больше суверенитета политического и меньше суверенитета... Нет, дальше двигаться будет таким образом. Мы должны подписать союзный договор. Это цель, задача, союзный договор. И чтобы Российская Федерация и другие признали нас как самостоятельная республика. Мы будем бороться до конца. До конца. Пока мы суверенитет не получим, мы борьбу не остановим. See